Həqiqi bir Rolexi qiymətinə görə saxta hesab edib almasaydınız, nə hiss edərdiniz? Bu təcrübədə tam olaraq belə oldu. İnsanlar küçə piştaxtasında bir neçə dollara satılan orijinal bir Rolexin yanından keçib getdilər. Çünki heç kim o saatın orada satıla biləcəyinə inanmadı. Bu bir sosial təcrübə idi. Endirimli məhsul kimi etiketlənmiş həqiqi bir Rolex. Amma təqdim olunduğu şərait həqiqi bir Rolexə aid değildi. Buna görə də insanlar tərəddüdsüz saxtadır dedilər. Əslində onlar saatı yox, ətrafındakı hekayəni sorğuladılar. Oxşar nümunələr əvvəllər də baş verib. Adi suyu bahalı bir şüşəyə qoydular və insanlar onun daha keyfiyyətli olduğunu düşündülər. Dünyaca məşhur bir skripkaçını metroya qoydular və heç kim ona məhəl qoymadı. Gördüyünüz kimi dəyər sabit deyildir. Ortama görə dəyişir. O Rolex öz dəyərini itirməmişdi, sadəcə aid olmadığı bir yerdə dayanmışdı. Bir məhsul ən yaxşısı olsa belə, ucuz bir mühitdə özünü ifadə edə bilməz. Çünki müştəri keyfiyyəti texniki detallarla deyil, qiyməti referans alaraq ölçür. Brendin vizual dilini oxuyur və hiss etdiyi ümumi təəssüratı qiymətləndirir. Əgər bu siqnallar eyni hekayəni danışmırsa, ən bahalı məhsul belə etibar yaratmaz. Brendlərin çoxu məhz burada səhvə yol verir. Məhsulu inkişaf etməyə fokuslanırlar. Lakin danışılan hekayəni, məhsulun mövqeyini və yaratdığı hissə laqeyd yanaşırlar. Odur ki, özünüzdən bunu soruşun. Xidmətiniz tələb etdiyiniz qiymətə dəyərmi? Qablaşdırmanız, veb saytınız və sosial media hesablarınız vəd etdiyiniz təcrübəni dəstəkləyirmi? Çünki brend aid olmadığı mühitdədirsə, insanlar onun yanından sadəcə keçib gedərlər.